Xədicə səninləyik. Əsas şuarlarımız buydu. Gəlməsin ola Samirə, yəqiniz bunlar nətər. Təsəvvür edəmədim. Gəlin şeydən gəlirlər. Xədicənin əsnafı olanı. Əslində biz elə aşağı gedəcək. Yəni Bir dəqiqə sizin vaxtınızı alın. Siz burada aksiya keçmək istəyirsiniz, nə deyir? Yürüyüş eləmək istəyirəm. Hanım, bir dəqiqə bu aslında, mən istəyirəm, sizin hanımınızda. Deməli, aksiya keçirmək üçün gərək rəsmi icazə alın. Yürüyüş və aksiya deyil. Bir də təqdim elə zəhmətimiz olsun. Və yaxud da yürüyüşdür, və yaxud da hər hansı bir ictimai tədbir keçirmək üçün gərək Bakı şəhər Təqdim eləyində özünə zəhmət olmasın. Yasamal rayon polis idarəsinin rəis köməkçisi polis patbalkonu Hüseyin Musa. Bizim sərbəst toplaşma vaxtlarımız var. Xanım, hər bir tədbir, mən bir dəqiqə mən sizdən üzr istəyirəm, sabahları deməyəsiniz ki, polis qüvvət tətbiq elədi. Polis bizim hansısa bir hüquqlarımızı tapdaladı. Bugünkü gündə tədbir keçirilməsi üçün gərək Bakı şəhər icra hakimiyyətindən icazə alasınız. Bir dəqiqə, mən sizə sözümü deyim, sonra siz də öz fikirlərinizi mənə söyləyərsiniz. Bugünkü gündə ictimai əsayişi təmin eləmək polisin üzərinə düşür. Bugünkü gündə də biz bu günləri burada tədbir keçirməli məcburiyyəti qarşısında qalacağıq ki, əgər siz dağılışmasanız. Ona görə xahiş edirəm, hər bir qanunları oxuyun, qanuna görə hər bir tədbirin keçirilməsi üçün gərək icazə alınsın. Onların sizin tədbirinizi biz təmin eləməliyik, bizə müvafiq göstərişlər verilməlidir. Ona görə xahiş edirəm, bizdə bu günləri hər hansı bir sizin ictimai əsayişinizi qorumaq üçün heç bir tədbirlər planı hazırlanmayıb və həyata keçirilmir. Çünki sizin tədbirləriniz qəflətən qanunsuzdur. Ona görə xahiş edirəm sizdən, mən bir də təkrarlanmayacağım. Xahiş edirəm, dağılışasınız. Dağılışmadığınız halda qanuna müvafiq olaraq biz məcbur olacaq güclə tətbiq edək və sizin aksiyanızı dağıdaq. Sizin hüququnuz yoxdur ki, qızla xanımların əlində olan vərəqələri icazəsiz götürülür. Xanım, bizim hər bir aksiya keçirilən tədbirə uyğun olan sizin hər bir tədbiriniz... Kağız var, sizin nə hüququnuz var məndəki kağızlar? Kağızdır, digər məsələ, siz burada toplaşırsınız. Sizin əlinizdə kağızdan başqa Siz aksiyaya gəlmişsiniz. Siz özünüz deyirsiniz ki, siz gəlmişsiniz. Mübahisəyə keçmək lazımdır. Siz bu hərəkətlərinizlə ictimaiyyəti öz başınıza yığmaq istəyirsiniz. Ona görə də xahiş edirəm. Danışırım, ona görə sizə danışırım. Sizə 3 dəqiqə vaxt verilir, 5 dəqiqə vaxt verilir. Xahiş edirəm, dağılışın buradan. 3 dəqiqədən sonra dağılışmasanız sizə qarşı güc tədbir qoyulur. Mən sizə qulaq asıb dinlədim. Sizin tədbiriniz qanunsuzdur. Sizin tədbiriniz qanunsuzdur. Ona görə 3 dəqiqədən sonra məcbur olacaq sizi dağıdaq. Ona görə xahiş edirəm, 3 dəqiqədən sonra biz bunu dağıdaq. Birləşin arxa. Hə, sizə 3 dəqiqə vaxt verilir. 3 dəqiqə Başına. Avtobusa. Avtobusa. Bağla, avtobusa. Keçin. Mahmud dəvət etsən. Ay şişə aksiya. Ne işin? Sen hakkın var mı? Ne işin sen? Ne hakkın var sen mı? Aksiyat gelmeyen jurnalizme çekişe gelmişsin. Sen ne hakkın var? Ağzını gördünüz. Jurnalistler teyze görsebilirler. Yavaş, bir dakika. Sen o baktın. Yavaş. Kaçtın lan? Çək. Hal-hazırda jurnalistlər zorakılığına maşına basırlar. İştirakçı oldu, olmadı. Alo. Ben gördüm. Bir dakika 20